İndi isə doğru cavab verənlər lövhəyə çıxsınlar, sual qatarı ilə dərsimizi davam edirik. 7 ev sinifi ilə dərsimizi sual qatarı ilə davam edirik. Görək kim axıra qalacaq. Buyur. Binanın istiqlif ərazimizin neçə faizini tutur? 30 faizini. Doğrudur. Arxaya keç. Yağış hansı tıxadla ölçülür? Barometr. Yağış hansı? Yağış Arxaya keçin. Mən 5 qapqazda ardıcılıq hansı iqlimlərdə yaşanır? Mən Böyük Qafqazda ardıcılıqla hansı iqlim tipləri yerləşir? Bilmirsən. Yəni səhra quru çöl, mülayim isti, soyuq, dağ tundra. Xeyr, isti deyil, dağ tundradır. Dünyanın ən qədim məskunlaşma regionları harada? Hansı qitələrdir dünyanın ən qədim məskunlaşma zonaları? Hansı qitələr dünyanın ən qədim məskunlaşma zonalarıdır? Qafqazda. Yox, Asiya, Afrika, Avropa. Havanın elementləri hansılardır? Doğrudur. Havanın elementləri. De görüm ayxanı. Doğrudur. Buyur. miqrasiya nədir? Miqrasiya nədir? Əhalinin bir yerdə başqa yerə köçməsinə deyilir. Əyləş. Yağışın miqdarı nə ilə ifadə olunur? Millimetr. Doğrudur. İqlim qurşaq hansı ərazilər haqqıdır? Antarktikada, Arktika. Düzdür. Hündürdən oxumuşaqlar doğrudur. Temperatur vaxtı hansılardır? Selsi xarakter. Doğrudur. Ekstremal hava hadisəsi. Ekstremal hava hadisəsi nədir? Mən kristallaşdırma səbəbindən kondensasiya. Yox. İzotermlər nədir? Xətt üzərində en temperatur malik olmaqdır. Doğrudur. Gündə əhalinin neçə faizi şəhərlərdə yaşayır? Çində var və 60%. Doğrudur. Dünyada və Azərbaycanda ən qədim yaşayış məskunlərindən biri hansıdır? Qobustan. Doğrudur. Orta temperaturu necə müəyyən edirlər? Orta sutqalıq temperaturlar hesablayırıq. Onlar aynı gündə Doğrudur. Buyur. Şəhər nə edilir? Mən şəhər əhalinin sıx məskunlaşdığı, yaşadığı yerə deyir. Təsərrüfat. Evet. Ailəsində görülən tədbirlər nəticəsi göstərildiyi Doğrudur. Atmosfer təzyiqi nədir? Atmosfer təzyiqi müəllimlər Havanın orada və orada olan əşyalara üstündəki təzyiq. Yerdə əhalinin sayı nə qədərdir? 18 min. yerdə əhalinin sayı Nigerdə əhalinin sayı da 58 milyondur. Hazırda Qafqazın ən böyük şəhəri hansıdır? Bakı. Düzdür. 10 milyar ton hansı çay boyunca yerləşir? Doğrudur. Doymuş su buxarı nəyə deyilir? Mən doymuş su buxarı bu olur. Mən Yox. o yəni su buxardan qalxdıqca Doymuş su buxarı gəlir. mən su buxarının çox olduğunu. Hayır. Havadakı maksimum su buxarı. Düzdür. Müəyyən temperaturda olan havada maksimum su buxarı verilir. Buyur. Temperatur hansı Doğrudur. İnsanların məskunlaşdığı ərazidə hansı dərəcədə keçir? Doğrudur. İqtisadiyyat nədir? İqtisadiyyat insanların ehtiyaclarını təmin etmək üçün təşkil edilən fəaliyyətlərə çağırır. Düzdür. Minimum istiqamətlərə yerləşir. Minimum iqtisadi rayonu Şur harada? arasında qobustan. Düzdür. Rütubətli işləyə deyilir. Havadakı su. Düzdür.
Yağıntılar nə zaman düşür? Mən yan yaz. Doğrudur. Kapital nədir? Müxtəlif məhsulların istehsalını və xidmətlərin göstərilməsi üçün insanlar tərəfindən vasitədir. Doğrudur. Mütəvəssiz hansı cinsiyyət ölçülür? Düzdür. Yarım səhra, qrup saat iqlimi ərazinin neçə faizə əhatə edir? Doğrudur. Mustan küləyi nə edilir? Əyləş. Müsbət rütubət Mütləq rütubət nə edilir? Bilmədim. Bilgirim ayda olsun. Aysa. Bir metr hava. Təsir hansı hazır ölçülür? Doğrudur. Atmosfer yağıntılar neçə yerə bölünür? Olmazlar 2 yerə bölünür. Buluddan düşən, buluddan düşən. Doğrudur. İqlim nərdəydi? Tarif təşərat, hava. Hava rejimində. Hazırda ölkəmizin əhali sayı nə qədər? 10 milyon kişi bilir. Doğrudur. İşçi qüvvəsi nərdəydi? Fizik və zikri qanunun şəxsdir. Aysa, doğrudur. Uşaqlar, cəmi 2-3 dənə sual qalıbdır. Məndən belə görürəm ki, Nəsirli Murad daha yaxşı hazırlaşır və hər ikisini qalib elan edirəm.